Boy hormonu nə vaxt verilməlidir? Uşaqlarda boy inkişafının yaşlılarından geri qalması bəzən hallarda boy hormonu çatışmazlığı ilə əlaqədar olur. Bu zaman vaxtında diaqnoz qoymaq və müalicəyə başlamaq gələcək boy inkişafına müsbət təsir göstərir. Bu barədə endokrinoloq Salek Babek məlumat verib. Qulaqlar böyüyür, çənə böyüyür, əllər böyüyür, ayaqlar böyüyür. Niyə? Böyümə zonası artıq bağlanıbdır. Buna da boy hormonu var. Hətta boy hormonu vurmasalar, hipofizdə əgər boy hormonu artırsa, ona akromeqaliya xəstəliyi deyirlər. Somatotropinoma səbəbi olur, hipofizin şişi. O artıq hormon ifraz eləyəndə sümük bağlandığı üçün böyümə zonaları bağlı olduğu üçün artıq onlar böyümür. Bunun çıxan hissələri əldir, ayaqdır, çənədir, bunlar hamısı başlayıb böyüməyə və belə bir form alır. Boy hormonunu əgər xəstə uşağa veririksə, bəli, o dərmandır. Amma xəstə olmayan uşağa boy hormonunu bəzi zaman təyin eləyirlər. O da yenə də ona həkim çox diqqətli olmalıdır. Messi, onda boy hormonu çatışmamazlığı var idi. İstedadlı futbolçu olduğu üçün ona boy hormonu vermişdilər və onun indi boyu 1 metr 68 santimetrdir. Tam normal böyüyür, eləyir. Endokrinoloq qeyd edib ki, boy hormonu sağlam uşaqlarda boyu artırmaq məqsədi ilə istifadə olunmamalıdır. Müalicə yalnız tibbi göstəriş olduqda və mütəxəssis nəzarəti altında aparılmalıdır.